Doğru değil. Adres bilirəm ki. Düz də. Rus yazmadım, onu da yazdım. Məmməd Rüfət Məhərrəmoğlunun yaşı fərdi. Mesela olacak bir hayal bunu ki sen bilirsin. Evet, sevmiyorum. Evet, 8'te lütfen istedim. Bu evinizdən aşkar olaraq götürülmüş bunun çəkisi 800 qram olan narkotik vasitə marixuana icad etmişsiniz siz. Resmen onu tapmışım. Özde yabanı bitkidir. Siz ümumiyyətlə narkotik vasitələrdən istifadə edirsiniz, Evet. özünüz. Və nə üçün onu saxladınız evdə? Tapmışdım, öyle sakladım. Deyə bilərsiniz, o narkotik vasitə eviniz aşkara götürülmüş narkotik vasitə evin hansı hissələrindən götürülmüşdür? Zizemiden tapdım. Zizəmdən başqa? Başka çakmadım, asmıştım. Nə üçün asmışdınız orada? Burada saklıyordum ya. Saxlayıb nə üçün istifadə edəsiniz? Əgər istifadə edən deyilsə, nəyə görə saxlayırsınız? Saklıyordum, yabanı bitkidir. Bu çölden tapılma bitkidir. Çöldən tapılma bitkidir onu və evdə niyə saxlayırsınız? Siz bilmirsiniz bu cinayət məcəlləsi? Hayır, ben onu bilmirdim. Cinayet məcəlləsində o çünkü her tarafta var bu saatler. Siz bilirsiniz ki, o qurudulmuş. Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsi müstəntiqi polis baş leytenantı Rüfət Məmmədov. Rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında... Rayon polis şöbəsinin Ağcabədi rayon Hindaq qəsəbə sakini Məmmədov Rüfət Məhərrəmoğlunun yaşayış evində narkotik vasitə saxlamasıyla bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onun yaşayış evinə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı evin ayrı-ayrı hissələrindən ümumi çəkisi 800 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Faktla bağlı tərəfimizdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayət işi başlanmış, istintaqı davam etdirilir.